6 bürcü üçün təəccüblü sərvət yaranacaq. İyun ayı gəldi və astroloji hava bəzi bürclərdə möcüzələr yaradır. İyun ayında diqqət yetirməyə dəyər bir çox astroloji enerji var. Günəş, Merkuri, Venera və Yupiter əkizlər bürcündə yerləşdiyi üçün araşdırmaq, öyrənmək və məhsul yığmaq istəyi bir çox cəhətdən özünü göstərir. Əkizlər mövsümü bizi təfərrüatlar və imkanlar haqqında düşünməyə məcbur edir. Bəziləri üçün irəli getmək üçün məhz bu lazımdır. İyun ayında Merkuri və Venera emosional su bürcü xərçəng bürcünə keçir, bizi emosiyalarımıza və başqaları ilə əlaqələrimizə daha dərindən baxmağa və ailə, sabitlik və ev haqqında söhbətlərə həvəsləndirir. Mayın 27-də Günəş əkizlər bürcündə bu planetlərə qoşulur və bu, bizi narahat şəkildə kəşf etməyimizə və təhlükəsiz tapdığımız rahat yerlərdə dincəlməyimizə kömək edəcək mövsüm dəyişikliyinə işarə edir. Əkizlər bürcündə yeni ay baş verəcək, bizi nəyə ehtiyacımız olduğunu və bunun baş verməsi üçün nə etməli olduğumuzu daha çox dərk etməyə təşviq edəcək. Praktiki tətbiq ulduz falının əsasını təşkil edir və biraz buraxmağı tələb edə bilər. Ancaq sonda yeni bir şey üçün yer açır. Bütün bu əlamətlər bu planetar keçidlərin təsirlərini yaşasa da, bəziləri həyatlarının mühüm sahələrində onları daha müsbət hiss edəcəklər. İyun ayında hansı bürclərin ən yaxşı ay olacağını görmək üçün aşağıda günəşinizi və yüksələn bürclərinizi yoxlayın. Əkizlər. Bu iyun ayı sizin üçün çox əlamətdardır, əkizlər. Mövsümünüz mayın sonunda başladı və iyunun böyük hissəsinə qədər davam edir. Bürcünüzdəki şanslı Yupiter və Günəşdən əlavə Venera, Merkuri və yeni ay ilk evinizə qoşulur və bu aya daha inan və arzularınıza və baxışlarınıza çatmaq niyyəti ilə başlamanıza imkan verir. Əgər hər şeyi edə biləcəyinizi hiss edirsinizsə, bu təəccüblü deyil və bu enerjini inkişaf etdirməlisiniz. İkinci gəlir və dəyərlər eviniz bu ayın sonunda xərçəng mövsümü gələndə daha çox diqqət çəkəcək və bu, yalnız əsas dəyərlərinizi bölüşən deyil, həm də sizə kömək edə biləcək insanlarla əlaqə saxlamaq üçün əla vaxtdır. Prosesdə əlavə gəlir axını təmin edin. Bu həmişə asan olmasa da, kəşf etdiyiniz bütün həyəcan və potensiala yer açmaq lazım olacaq. Hal-hazırda çox gücə sahibsiniz. Beləliklə, bununla nə etmək istəyirsiniz? Xərçəng. Bu ay külünüzdən qalxırsınız. Xərçəng və bu gözləməyə dəyər. Əkizlər mövsümü 12-ci təcrid və bilinçaltı evinizdir və bu, əlbəttə ki, yorucudur. Bununla belə, masanın üzərində və sizin daxili mənliyinizlə və ilahi ilə çoxlu müalicə işləri var. Əgər buna açıqsınızsa, əlaqəniz var və bu həyatın bu mövsümündə istirahət və enerji doldurmaq vacibdir. Bununla belə, iyun ayının sonundan etibarən Merkuri və Venera ilk mənlik və şəxsiyyət evinizə daxil olduqdan sonra bir yerdəyişmə görürük və bir neçə gün sonra xərçəng mövsümü başlayır. Bu, kim olduğunuzu, həqiqətən nə istədiyinizi və dünyaya təqdim etdiyiniz versiyanı dərk etdiyiniz bir dövrə səbəb olur. Özünüzü daha aktiv şəkildə ifadə etməyə başlaya bilərsiniz və ya yeni üslublar öyrənməyə meyilli ola bilərsiniz. Amma çox güman ki, siz hələ də bunu hiss edəcəksiniz. Münasibətlərinizdə nə istədiyinizə dair köhnə gözləntiləri buraxdığınızı görə bilərsiniz və ya eyni şəkildə qarşılıq vermədən yalnız sizdən almaq istəyən insanlarla yollarınızı ayıra bilərsiniz. Özünüzə diqqət yetirməyin vaxtı gəldi. Xərçəng ehtiyaclarınızı birinci yerə qoysanız nə edəcəksiniz? Qız bürcü. Qız bürcü, bu sizin üçün böyük bir məqamdır. Əkizlər 10 mövsüm. Artıq karyera evinizi və ictimai imicinizi işıqlandırdı və daha çox planet həyatınızın bu sahəsində hərəkət etməyə davam etdikcə enerjinizi qəbul etməyə və istədiyinizi öz üzərinə götürməyə dəyər. Mertu Venerası Yupiter və yeni ayın iştirakı ilə dəyərli niyyətlər və hədəflər təyin etmək, əlaqələr qurmaq və istədiyinizi daha aydın etmək vaxtıdır. Əgər bununla bağlı bir şey etmək istəmirsinizsə, istədiyinizi əldə edə bilməzsiniz. Xərçəng mövsümünə girdiyimiz zaman baxışlarınızı və məqsədlərinizi başınızda saxlamaqdansa realist yerə çatdırmağınıza kömək edə biləcək əlaqələr və şəbəkə qurmaq üçün daha çox imkanınız olacaq. Bir plan qurmağı və onu qüsursuz həyata keçirməyə çalışmağı xoşlayırsınız. Bununla belə, əkizlər və xərçəng bürcünün enerjisi sizdən axınla getməyi, diqqətinizi səyahətə və son hədəflərə yönəltməyi xahiş edir. Sizə nail olmaq istədiyiniz çox şey var. Oraya çatmaq üçün addımlar atmağa hazırsınızmı? Tərəzilər.
Tərəzilər, cəsarətli addım atmağın vaxtıdır. Əkizlər mövsümü səyahətinizin, ali təhsilinizin və fəlsəfənizin 9-cu mərhələsini işıqlandırır. Bu, dünya görüşünüzü genişləndirmək və arzularınızı və inanclarınızı daha yüksək səviyyəyə qaldırmaq deməkdir. Hətta indi bu sahələrdə başqaları ilə mənalı əlaqələr qura bilərsiniz. Ancaq onların əhəmiyyətini hələ dərk etməmisiniz. Ancaq oxşar dəyərlərə sahib olanları həvəsləndirməyə dəyər. Xərçəng mövsümünə girdiyimiz zaman 10-cu evinizdəki karyeranız və ictimai imiciniz diqqət mərkəzində olacaq. Qurduğunuz əlaqələr və öz sahənizdəki insanlarla apardığınız söhbətlər hədəflədiyiniz yerləri təmin etməyə kömək edə bilər. Daha çox işləməli və karyera mövqeyinizi gücləndirməlisiniz. Qapılar sizin üzünüzə açılır. Bu qapılardan keçməyə hazırsınızmı? Dolça. Dolça bürcü hazırda sizin üçün qığılcımlar uçur. Əkizlər mövsümü 5-ci yaradıcılıq və zövq evinizi işıqlandırır və bu enerji iyun ayı boyunca davam edir. Merkuri, Venera, Yupiter və evdəki yeni ailə özünüzü ifadə edir və gözlədiyinizdən daha çox həzz almaq üçün yeni yollar tapırsınız. Maraq hazırda ən yaxşı dostunuzdur, xüsusən də yaradıcılıq və şəxsi həyatınızda təməl qoyma ideyaları və konsepsiyalara gəldikdə. Siz özünüzü yeni əlaqələr qurarkən və ya sizinlə danışan və rezonans doğuran yeni layihələr yaratdığınızda tapa bilərsiniz və bu tamamilə araşdırmağa dəyər. Fürsətlərdən maksimum istifadə etməyə hazırsınız, yoxsa onların sizdən keçməsinə icazə verəcəksiniz? Balıqlar. Balıqlar bu ay sizin üçün şəxsiyyət xüsusiyyətidir. Əkizlər mövsümü 4-cü evinizə və köklərinizə çox diqqət yetirir və ay ərzində bu ərazidən keçən çoxlu planetlər sayəsində ev və miras sizin üçün nə demək olduğunun tərifi üzə çıxır. Ev məkanınızı yeni bir şəkildə dəyişdirmək istəsəniz də, ailəniz və ya uşaqlığınız haqqında sizi şeylərə fərqli baxmağa təşviq edən yeni məlumatlar kəşf edə bilərsiniz. Xərçəng mövsümü gəldikdə özünüzü ifadə etmək və əylənmək üçün yeni yollar kəşf edərkən 5-ci yaradıcılıq və zövq eviniz diqqət mərkəzində olacaq. Yeni romantik münasibətlər diqqətinizi çəkə bilər, xüsusən də özünüzü ifadə etməyə hazırsınızsa. Özünüzü daha yaxşı tanımağa həmişə dəyər. Beləliklə, səthin altında nəyin gizləndiyini görməyə hazırsınız. Yeni proqnozları və astroloji məsləhətləri qaçırmamaq üçün kanalımıza abunə olun. Oradan davam edək. İyun ayından başlayaraq hansı 4 bürcün uğurlu dövrə girəcəyini bilirsinizmi? İndi sizə deyəcəm. İyun ayı bütün 4 bürc əlaməti üçün şanslı dövrün başlanğıcını qeyd edir, şansın və astrologiyanın daim dəyişən rəqsini vurğulayır. Ulduzlar hər ay fürsətlər və xeyir dualarla fərqli əlamətlər yağdırmaq üçün uyğunlaşırlar. İyun ayına girərkən 4 bürcü səmanın müsbət baxışları altında özünü tapır. Kosmik dizaynın güclü simvolu olan bürc şəxsiyyətimizə və həyat yolumuza təsir göstərir. Bürclərimizin bizə bəxş etdiyi xüsusiyyətlər, kainatın təklif etdiyi şeylərlə qarşılıqlı əlaqəmizdə həlledici rol oynayır. Bu ay şanslı ulduzlar bu 4 bürcdə parlaq şəkildə parlayaraq müsbət enerji və fürsət partlayışı vəd edir. Siz seçilmişlər arasındasınız. Bürcünüzün bu ayın qeyri-adi kosmik faydalarından yararlanmağa hazır olan şanslı bir neçə nəfərdən biri olub-olmadığını öyrənmək üçün bizi izləyin. Qız bürcü. Bu iyun ayında özünüzü son dərəcə müsbət bir dövrdə tapacaqsınız və həyatı və sevgini yenilənmiş güclə qucaqlamağa hazırsınız. Əsl mənliyinizi ifadə etmək və əsl potensialınızı əks etdirən özünə inamı əks etdirmək üçün böyük bir istək hiss edəcəksiniz. Şəxsiyyətinizi ifadə etməkdə daha azad olduğunuz zaman başqaları sizin unikallığınızı nəinki başa düşəcək, həm də qiymətləndirəcəklər. Ən daxili düşüncələrinizi və sirlərinizi bölüşmək çətin görünə bilər, lakin zəifliklərinizi güclü tərəflərə çevirə bilər. Siz müsbət enerji və güclü qətiyyətlə yüklənirsiniz. Bu həm də risk götürmək və əhəmiyyətli şəxsi yerinə yetirmə vəd edən və gündəlik həyatınızı yaxşılaşdıracaq məqsədlərə nail olmaq üçün yaxşı vaxtdır. Bununla belə, moderasiya çox vacibdir. Başqalarının ehtiyaclarını ödəmək üçün etdiyiniz qədər şəxsi rifahınıza sərmayə qoyaraq tarazlıq əldə etməyə çalışın. Yaxşı maliyyə küləkləri bu zaman sizin üçün əlverişlidir, arzularınızı həyata keçirmək üçün əla fürsət təqdim edir. Ehtirasla və təmkinsiz hərəkət edin. Unutmayın ki, yalnız öz tərəddüdünüz tərəqqinizi dayandıra bilər.
Bu ayın dinamik enerjisini qəbul edin və ehtiyacınız olanda dəstək istəməkdən çəkinməyin. Bu, özünüzü dərindən tanımaq və emosional tıxanmaları aradan qaldırmaq üçün ideal vaxtdır. Duyğularınızı qəbul edib emal etməklə və ruhani inkişafınızda fəal iştirak etməklə özünüzü dərk etməyinizi və həyatınızın hər sahəsində tərəqqinizi dərinləşdirəcəksiniz. Dolça. Bu ay sizə mənəvi səyahətinizi araşdırmaq və dərinləşdirmək üçün istifadə etməli olduğunuz mühüm imkanlar təqdim edir. Daxili şəfa prosesinə daxil olmaq və çox ehtiyac duyulan introspeksiya üçün özünüzə yer vermək vaxtıdır. Özünüzü emosional mənzərəyə qərq edin, emosiyalarınızın bütün spektrini əhatə edin və buraxmadan əvvəl onları emal edin. Bu buraxma təcrübəsi axtardığımız sevgi və aydınlığı bəsləyəcək, sizi şəxsi inkişafa sövq edəcək və olmaq istədiyiniz insana çevriləcək. Bu, bir insana çevrilməyinizə kömək edəcək. Təbii müsbət enerjiniz indi xüsusilə cəlbedici olacaq və sizi istənilən toplantıda mayak edəcək. Başqalarını yaradıcı olmağa və birlikdə macəralara getməyə həvəsləndirmək üçün bu xarizmadan istifadə edin. Ancaq qürurunuzu cilovlamaq vacibdir. Uğurlarınızı qeyd etmək yaxşıdır, lakin təvazökar olmaq sizə ən yaxın insanlarla dəyərli əlaqələr saxlamağa kömək edəcək. Bu dövr həm də sizə tərəddüdsüz qətiyyətlə enerji verir, irəliləyişinizə mane olan əvvəlki maneələri dəf etməyə kömək edir. Məqsədləriniz yüksəkdir və fəal münasibətiniz onlara nail olmaqda əsas rol oynayacaq. Məqsədlərinizə diqqət yetirin və diqqətinizi yayındıran şeylərdən, xüsusən də sizə yaxşılıq istəməyənlərdən qaçın. İş yerində karyera trayektoriyanız haqqında peşəkar dünya görüşünüzü əhəmiyyətli dərəcədə dəyişə biləcək mühüm müzakirələr gözləyin. Bu mübadilələr çox güman ki, gələcəyinizi gücləndirəcək. Bu arada maddi durumunuzla bağlı çox diqqətli olun. Maliyyə sabitliyinizi təmin etmək üçün xərclərinizi diqqətlə izləməyin vaxtıdır. Xərçəng. Bu ay sizə sürəti azaltmaq və həqiqətən vacib olanı prioritetləşdirmək tövsiyə olunur. Yolunuza gələn dəyişiklikləri və yeni ideyaları qəbul edin və tam olaraq olmaq istədiyiniz yerdə olduğunuza inanın. Qətiyyət və aydın baxışla əhəmiyyətli nəticələr əldə etməyə və arzularınızı həyata keçirməyə hazırsınız. Çətinliklərin öhdəsindən gəlmək üçün analitik bacarıqlarınızdan və yaradıcılığınızdan istifadə edin. Əmin olun ki, səylə göstərdiyiniz səylər tezliklə öz bəhrəsini verəcək. Məqsədləriniz reallaşmağa başladıqda nailiyyətlərinizi təşkil etmək və rasionallaşdırmaq çox vacib olacaq. Diqqəti cəmləyin və sürəti davam etdirin, ardıcıllıq əsas olacaq. Bu ay işdə rahat bir atmosfer var və ulduzlar peşəkar məqsədlərinizə doğru səyahətinizi dəstəkləmək üçün uyğunlaşacaqlar. İndi strategiyalarınızı hərəkətə keçirməyin və karyeranızı yüksəltməyi və cəmiyyətdəki profilinizi yüksəltməyi vəd edən cəsarətli addımlar atmağın vaxtıdır. Maddi cəhətdən sabit vəziyyətdəsiniz, lakin ehtiyatlı olun. Daha çox xərcləmədən və ya maliyyə riski ilə əlaqəli yeni müəssisələrə başlamazdan əvvəl hər hansı həll olunmamış maliyyə məsələlərini həll edin. Bu proaktiv yanaşma heç bir lazımsız uğursuzluq olmadan uğura gedən yolda olmağınızı təmin edəcək. Bu ay sizə uğurlar vəd edir. Şəxsi inkişafınıza verdiyiniz dəyər artdıqca özünüzə inamınızın artdığını hiss edin. Nailiyyətlərinizi və çevrildiyiniz insanı qeyd edin. Bu dövrdən mənəviyyatınız, yaradıcılığınız və özünə inamınızla əlaqənizi dərinləşdirmək üçün istifadə edin. Qəbul edin ki, dincliyiniz sizi bənzərsiz gözəlləşdirən şeyin bir hissəsidir. Bir neçə həftədən sonra hərəkətlərinizdə dinamizm və cəsarət artımı gözləyin. Qoy anadan gəlmə liderlik keyfiyyətləriniz parlasın və qətiyyətli addımlar atmaqdan çəkinməyin. Səma düzülüşü indi xüsusilə əlverişlidir və bu introspeksiya üçün əla vaxtdır. Mövcud strategiyalarınızı və insanlar və şəraitlə qarşılıqlı əlaqənizi yenidən qiymətləndirin. Bu introspeksiya sizə yenilənmiş pozitivlik və nikbinlik hissi aşılayacaq və sizi hədəflərinizə yaxınlaşdıracaq. Peşəkar həyatınızda davamlı məhsuldarlıq axınında özünüzü tapacaqsınız. Ancaq bu, arxayınlaşmağın vaxtı deyil. Üfüqlərinizi genişləndirmək və bacarıqlarınızı artırmaq üçün hər fürsətdən istifadə edin. Daxili rəhbərliyinizə etibar edin və kənar fikirlərə və diqqətinizi yayındıranlara məhəl qoymayın. Mükəmməlliyə nail olmaq üçün doğru yolda olduğunuzu bilərək, qətiyyətinizi və qabiliyyətlərinizə inamınızı qoruyun.